Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Belqradda Azərbaycan və Serbiya liderləri bütün sahələr üzrə müzakirələr apardılar. Qərarlar qəbul etdilər və sənədlər imzalandı. Bura iqtisadiyyatın demək olar bütün sahələri, energetika, bərpa olunan enerji, investisiyalar, kənd təsərrüfatı, aqrar sahənin digər sektorları, mədəniyyət və hərbi texnologiya sahələrində. Ümumiyyətlə, bu əməkdaşlıq ölkələrə hansı imkanlar verir? Biz ayrılan vaxt ərzində bu sahədə, bu mövzu ətrafında müzakirələr aparacağıq. Əlbəttə, qonaqlarımızla birlikdə onları təqdim etmək istərdik. Milli Məclisin deputatı Azər Allahveryanov, Azər müəllim, xoş gəlmisiniz. Və iqtisadçılarımız Şükür Yıldız, Fuad İbrahimov, sizi də salamlayırıq hədəfdə. Və müzakirələrə keçməzdən əvvəl istərdik ki, Serbiyadan bağlantı edək və həmkarımızın Vüsal Mətləb ümumiyyətlə dünən keçirilən görüşlər, verilən qərarlar, imzalanan sənədlər, onların əhəmiyyəti, mahiyyəti barədə məlumatları bizə çatdırsın. Sonra qonaqlarımıza suallarımız olacaq. Vüsal, xoş gördük, hər vaxtınız xeyir olsun. Zəhmət olmasa deyərdiniz, dünən hansı müzakirələr aparıldı və hansı qərarlar qəbul olundu? Sizdən eşidək. Xoş gördük Rasim. Bəli, dünənki yağışlı hava şəraitini bugün Belqradda günəşli hava əvəz eləyir və dünən Serbiya prezidenti Aleksandar Vučić mətbuata açıqlamasında əslində yağışın yaxşı başlanğıc olduğunu ifadə etmişdi. Azərbaycan-Serbiya əlaqələri isə başlanğıcda deyil, tərəflər əməkdaşlıqda, münasibətlərdə kifayət qədər yol qət eləyiblər. 2023-cü ildə Bakı və Belqrad münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırıblar, ancaq əməkdaşlığın çərçivələri iqtisadi sahədə, ticarət dövriyyəsində kifayət qədər genişlənib. Xüsusilə enerji sahəsini fərqləndirə bilərik. 2023-cü ildən Niş şəhərində, yaxınlıqda yerləşən Niş şəhərində istifadəyə verilmiş Bolqarıstan-Serbiya interkonnektoru ilə Serbiya artıq Azərbaycan qazını əldə edir. Avropada bu ölkələrin sayı 12-dir, o ölkələrdən biri də Serbiyadır. Azərbaycan qazının, ixrac etdiyimiz qazın yarısı, tən yarısı Avropanın payına düşür və bugün Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu həm də bununla ifadə olunur. 2012-ci ildən bu vaxta qədər ticarət dövriyyəsinin həcmi 16 dəfə artıb. Bu olduqca ciddi rəqəmdir, ancaq potensial daha böyükdür. Əməkdaşlıq çərçivələrini liderlərin genişləndirmə ilə bağlı tapşırıqları, hökumətlərə tapşırıqları və nümayiş etdirilən siyasi iradə həm də bu potensialı qiymətləndirmə ilə bağlıdır. Tərəflər bu vaxta qədər 57 sənəd imzalamışdılar. Dünən isə onların sayına daha 10-u əlavə olundu və bu əməkdaşlığın hüquqi bazasını möhkəmləndirməyə, Bakı və Belqradın münasibətini ifadə edən daha bir faktordur. Eyni zamanda birgə müəssisələrin yaradılması planı üzərində işləyir Azərbaycan və Serbiya, xüsusilə elektrik stansiyalarının tikintisi. Məlumdur ki, Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Serbiya prezidenti də mətbuat açıqlamasında Azərbaycanın bu təcrübəsinə istinad etdi və indi Serbiyada Azərbaycan və Serbiya hökumətlərinin birgə elektrik stansiyalarının tikilməsi ilə bağlı layihəsinə start veriləcək. Görünən odur ki, Azərbaycan bərpa olunan enerji güclərini təkcə daxili tələbatın ödənilməsi, ixrac yox, həm də yerli stansiyaların, yəni müxtəlif ölkələrdə bu cür stansiyaların tikilməsi ilə də öz yanaşmasını və imkanlarını istifadə eləyəcək. Bu səfər dövlətçilik günündə, Serbiyanın dövlətçilik günündə gerçəkləşir və bu da təsadüfi deyil. Bu iki ölkənin münasibətlərinin xarakterini göstərən daha bir faktordur. Eyni zamanda dünən liderlərin mətbuat üçün açıqlamasında verdiyi mesajlar Bakı və Belqradın mövcud münasibətlərini və bundan sonra da sinxron addımlar atacağını nümayiş etdirirdi. Bizim isə hələlik səfərin xülasəsi barədə Belqraddan çatdıra biləcəklərimiz bu qədər. Söz yenidən sizdə. Çox sağ olun, minnətdarıq sizə. Bəli, həmkarımızın qeyd etdiyi bir sıra məsələlər ətrafında biz müzakirələrimizi davam etdirəcəyik. Amma son bir xəbərimiz var. Azərbaycan prezidenti İlham Əliyevin Serbiya Respublikasının rəsmi səfəri fevralın 16-sında, yəni bugün başa çatıb. Belqrad şəhərin Nikola Tesla hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qaravul dəstəsi düzülür və prezident İlham Əliyev və Serbiya lideri Aleksandar Vučić yola salıb. Bəli, görüş artıq yekunlaşıb, səfər yekunlaşdı, amma elə dünən mətbuat açıqlama ilə çıxış edildi və xüsusilə vurğulandı ki, bu ölkənin, Serbiyanın prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur. Eyni zamanda dövlət başçımız da bu ölkəyə yenidən səfər edə bilər. Eyni zamanda dövlət məmurları, rəsmilər arasında da bir sıra görüşlər, biznes forumlar və s. keçilərək müxtəlif sahələrdə əməkdaşlıq imkanları yenidən müzakirə olunacaq və
növbəti sənədlərin imzalanması nəzərdə tutulub. Azər müəllim, ilk olaraq sizdən soruşmaq istərdim. Bu səfəri siz necə dəyərləndirdiniz? Sizcə hansı sahələrdə konkret əməkdaşlıq imkanları bundan sonra yarana bilər? Rasim müəllim, əslində Vüsal müəllim Belqraddan həmin materialı yayımlayanışkən çox vacib məqamlara toxuldu. Ən azından iki dövlət arasında hansı istiqamətdə gələcəkdə əməkdaşlığın dərinləşdirilməsinə bir növ dəlalət edəcək sənədlərin imzalanması barədə danışdı və xüsusilə qeyd elədi 57 sənəd var idi bu günə qədər imzalanan və 10 sənəd də imzalanmış. Nəticə etibarilə 67 sənəddən söhbət gedir. Deməli, burada çox önəmli məqam nədən ibarətdir? Birincisi, mən cənab Vučićin o yağışla bağlı dilə gətirdiyi çox maraqlı bir ifadə var idi. Bu, təbii ki, çox xoş təəssürat yaradır, xüsusilə də Çinə istinad edərkən Çinli dostlarımıza deyir istinad edən bu fikri söyləməsi. Amma çıxışın sonunda da çox digər maraqlı bir fikir söylədi. Dedi ki, cənab Prezident İlham Əliyev, siz öz evinizə xoş gəlibsiniz. Yəni, öz evinizə xoş gəlibsiniz. Müstəqillik günündə də həmin səfərin keçirilməsi, həmin sənədlərin imzalanması təbii ki, bir çox məsələlərdən xəbər verir və ən önəmli məsələlərdən də biri odur ki, iki dövlət arasında strateji tərəfdaşlığın ən yüksək səviyyə aparıldığını biz görmüş oluruq və Avropa ölkələri arasında təbii ki, Azərbaycanın bir çox dövlətlərlə, o cümlədən Avropa İttifaqına üzv olan və üzv olmayan Avropa ölkələri ilə çox sıx əlaqələri var. Amma onların arasında xüsusilə də Serbiya ilə olan əlaqələr kifayət qədər belə bir çox göstəricilərinə gözə çarpacaq dərəcədə hiss olunmaqdadır. Və o səbəbdən də bunun əsas səbəbi nədən ibarət? Məsələ bundadır ki, baxın, təbii ki, iki dövlət arasında sənədlərin imzalanması bu çox yaxşı bir haldır. Xüsusilə də bir çox sahələri, tək iqtisadiyyat yox, qarşılıqlı ticarət dövriyyəsi, hərbi sahə, digər məsələlər. Amma bir çox önəmli sahələrdən də biri humanitar sahələr vardır ki, onlar bir qədər, misal üçün, əvvəl imzalanmış sənədlər arasında elə də qabarıq şəkildə bir üzə verməmişdi. Amma bugün imzalanan, daha doğrusu dünən imzalanan 10 sənəd arasında biz həm də humanitar sahəni də görürük, idman sahəsini görürük, səhiyyə sahəsini görürük. Bu artıq ondan xəbər verir ki, bütün demək olar ki, spektr üzrə münasibətlərin inkişaf etdirilməsi ilə bağlı konkret hədəflər müəyyən olunubdur və Vučić öz çıxışında bir maraqlı bir fikir söylədi. Dedi ki, yaxın 2-3 ay ərzində bu imzalanan sənədlərdən irəli gələrək konkret fəaliyyətlərin həyata keçirilməsinə start verilir. Yəni, bu deməkdir ki, bu sənədlər başlanğıcdır, normativ baza yaradılır və bunun üzərindən də, yəni bu hüquqi bazaya istinad olaraq konkret praktiki biz fəaliyyətlərin həyata keçirildiyini şahidi olacaq. Yeri gəlmişin qarşıdan da çox mötəbər tədbirlər gəlir, şəhər salma forumu, Expo sərgisi və digər məsələlər. Bu prosesdə də Serbiyanın fəal sürətlə iştirakı təbii ki, bir çox məsələlərdən xəbər verir. Amma daha konkret desək, şəxsən mənim üçün, yəni bir qədər geostrateji nöqteyi nəzərdən məsələyə yanaşdıqda, təbii ki, bizim hörmətli iqtisadçılarımız buradadır. Onun iqtisadi aspektləri və perspektivləri barədə daha təfərrüatı ilə məlumat verə bilərlər. Amma sırf mənim üçün geosiyasi və geostrateji nöqteyi nəzərdən söhbət nədən gedir? Baxın, Serbiya Balkanların ən güclü dövlətlərindən biridir. Azərbaycan, Xəzər dənizinin bu regionun çox güclü dövlətlərindən Cənubi Qafqaz bölgəsi nöqteyi nəzərdən, hətta onun da hüdudlarından bir qədər kənara çıxaraq və üstə gəlsək ki, Azərbaycan, Mərkəzi Asiya Respublikaları, yəni məlum bildiyiniz kimi format artıq C6 formatı kimi yanaşsaq məsələyə, biz görürük ki, faktiki olaraq Serbiya ilə Azərbaycan arasında olan münasibətlər Balkanlarla Transxəzər bölgəni əhatə eləyən dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi üçün çox vacib bir zəmin yaradır. Burada tək enerji təhlükəsizliyi məsələləri deyil, hansı ki biz uzun müddətdir ki, biz Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu barədə danışırıq, amma digər məsələlər var. Bu nəqliyyat dəhlizlərinin işə salınmasıdır ki, yenə də Balkanlar, burada ayrıca vektor üzrə biz bunu Balkanların bu prosesdə iştirakını görürük və bunun da çox ciddi perspektivləri var. Eyni zamanda burada bərpa olunan enerji, daha doğrusu alternativ enerji, yaşıl enerji məsələləri, fiber optik kabellər üzərindən ötürüləcək kommunikasiya imkanları və bir də çox vacib
önəmli məsələ. Eyni zamanda iki ölkə başçısının çıxışında bu məsələ xüsusilə qeyd olundu. Data bazaların yaradılması, data bazaların saxlanılması, ötürülməsi. Yəni biz artıq görürük ki, o müasir dövrün tələblərinə uyğun olaraq söhbət tək enerji və nəqliyyat yox, daha geniş spektrdə iki dövlət arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi üçün konkret hədəflər müəyyən olunur və bu hədəflər günün tələbi ilə müəyyən olunmuş hədəflərdir. Çox sağ olun, Nazir müəllim, minnətdarlıq sizə qeyd elədiniz istiqamətlər üzrə müzakirələrimizi aparacaq. Elə yeri gəlmişək, iki ölkə arasında əməkdaşlığın hansı perspektivləri var? Azərbaycan prezidentinin dünən mətbuata açıqlamada hər iki lider çıxış elədi. Dövlət başçımızın çıxışından qısa bir hissəyə nəzər yetirək, sonra müzakirələrimizi davam etdirəcəyik. Bizim gələcək üçündə açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirtmək və energetika və nəqliyyat sahəsində yeni yaranmış imkanlardan yararlanaraq daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır. Prezident Vučić artıq birgə inşa ediləcək elektrik stansiyasının gələcəyinə toxundu və biz prezident qeyd etdiyi kimi qərara gəldik ki, bu məsələni nəzarət altında saxlayacağıq. Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya, sərmayə imkanlarına sökənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlb edici olmazdır. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan, Serbiya böyük həcmdə sərmayə qoymağa hazırdır. Və elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir və bu layihənin həyata keçirilməsində mən Prezident Vučićin xüsusi rolunu qeyd etmək istərdim. Dünən liderlər mətbuata bəyanatla çıxış etdilər. Biz Azərbaycan prezidentinin çıxışından qısa bir məqama diqqət yetirdik. Əlbəttə, Serbiya liderinin də çıxışına diqqət yetirəcəyik. Amma ümumilikdə, Fuad müəllim, biz görünür ki, tərəflər qarşılıqlı maraq doğuran bir sıra sahələr var. Elə istərdik ki, oradan qısa bir nəzər yetirək. Ölkələr arası əməkdaşlıq, Serbiyanın Azərbaycan olan əməkdaşlıqda hansı sahələrə diqqət yetirilməsi vacibdir, daha doğrusu maraqlıdırlar. Elə istərdik bu istiqamətlər üzrə ilk olaraq energetika sahəsinə diqqət yetirək, elektrik enerji sahəsinə. Fuad müəllim, çünki elə dövlət başçısı xüsusilə bu məqama toxundu. Eşidək sizi. Rasim müəllim, aydın məsələdir ki, bu günlərin ümumiyyətlə iqtisadi əməkdaşlıqda, ticarət dövriyyəsində, ümumiyyətlə bu proseslərdə demək olar ki, bütün dünya ölkələrində enerji təhlükəsizliyi baxımından və eyni zamanda da nəqliyyat dəhlizləri ilə bağlı bu prioritet bir istiqamətlərdir. Yəni bununla bağlı hər iki prezident bunu dəfələrlə vurğuladı və kifayət qədər də işlərimiz var. Artıq bilirsiniz ki, energetika sektorunda biz artıq belə deyək də Serbiyanın 10-cu bizim qaz ixracatçısı ölkəsi kimi bir qəbul etsək, eyni zamanda bu gün alternativ enerji mənbələri istiqamətində gedən indi ən azından fikirlər və təkliflər və eyni zamanda da bugünkü görüşdə də hər iki prezidentin xüsusi qeyd etməsi bu elektrik stansiyalarının inşallah bu inşası ilə bağlı bu proseslər aydındır və bəllidir. Və eyni zamanda
Ən azından Serbiya prezidentinin xüsusi vurğuladığı bir məqamı mən onu istəyirəm sizin diqqətinizə çatdırım. Orada bir məqama toxundu ki, bu gün Azərbaycanın kifayət qədər qeyri-neft sektor məhsulları var ki, qiymət baxımından Serbiya istehlakçıları üçün çox əlverişlidir. Ancaq bu gün bazarda o məhsullar yoxdur və onu öz hökumətinə bir irad kimi də göstərdi. Eyni zamanda öz məhsullarının da kifayət qədər qiymət nöqteyi nəzərdən Azərbaycan bazarı üçün belə deyək, cazibədar olmasına baxmayaraq, amma Azərbaycan bazarlarında da olmasa, onu hardasa özünə və öz hökumətinə bir tənqidi yanaşma ilə çıxışında bildirdi ki, bu məsələlərdə sürətli hərəkətə keçmək lazımdır. Həqiqətən də bizim bir çox qeyri-neft sektor məhsullarımız var ki, əsasən də kənd təsərrüfatı, kimya sənayesi məhsullarımız var ki, bir günlərim rahatlıqla o bazarda, istehlakçı bazarında dayanıqlı mövqe tuta bilər. Sadəcə olaraq bundan ötürü konkret zaman və məkan çərçivəsində hərəkətlər lazımdır və bu günlərimdə belə deyək, ölkə rəhbərləri səviyyəsində də bu məsələyə toxunuldu. Bundan başqa investisiya siyasətinə gəldikdə cənab prezidentimiz bizim xüsusi vurğuladı ki, bu günlərim Serbiya bu investisiya mühitinin hardasa bir əlverişli bir diyarlarından birinə çevrilib ki, Azərbaycan bu günlərim orada özünü investisiya yatırımı baxımından təhlükəsiz hesab edir. Risklər minimumdur və bu günlərim Azərbaycan da bu istiqamətdə hərəkətlərini davam etdirməyə hazırdır. Eyni zamanda əlbəttə ki, dediyimiz kimi turizm sektorudur və digər hər bir texniki əməkdaşlıqdır. Bu istiqamətlərdə də şaxələnmələr gedəcək. Əsas göstəricilərdən biri ondan ibarətdir ki, biz artıq strateji məsələlər istiqamətində əməkdaşlığımızı aparırıq. Bununla yanaşı da ki, bu günlərin bu önəmli bir məqamlardan biridir ki, biznes tərəfdaşlığında, iqtisadi əməkdaşlıqla, ticarət dövriyyəsinin şaxələnməsində hər bir halda ölkə rəhbərlərinin dostluq münasibətləri də və eyni zamanda da qarşılıqlı etibar edilməsi məsələləri öndə olan məsələlərdir və düşünürəm ki, bu da öz növbəsində bu dediyimiz proseslərin hamısının şaxələnməsinə xüsusi şərait yaradacaq. Çox sağ olun, Fuad müəllim. Elə siz Serbiya prezidentinin çıxışından qısa bir hissələrə toxundunuz. Biz istəyərdik ki, Serbiya Azərbaycanla hansı sahələrdə daha çox əməkdaşlıq etməkdə maraqlıdır? Elə dövlət başçısının çıxışına diqqət yetiririk, sonra yenidən müzakirəmizi davam etdirəcəyik. Bizim elə əlaqələrimiz var ki, nə vaxt böhran baş versə, bir-birimizə açığıq və bir-birimizlə danışırıq. Bizim əməkdaşlığımız həyatın hər bir sahəsində inkişaf edir. 2012-ci illə müqayisədə xidmətlər sahəsində ticarət dövriyyəmiz əvvəlkindən 16 dəfə, 16% deyil, 16 dəfə çoxdur. Həmçinin strateji tərəfdaşlıq sayəsində biz Azərbaycanla yeni əlaqələr, mümkün olan ən yaxın əlaqələr qurmuşuq. Mən hesab edirəm ki, bu Serbiya Respublikası və onun vətəndaşları üçün olduqca vacibdir. Bizim sosial həyatın müxtəlif sahələrində əməkdaşlığımız daha mühüm və daha böyük ola bilər və olmalıdır. Hesab edirəm ki, daha çox iş və səylərlə bizim tərəfimizdən daha çalışqan yanaşma ilə gələcəkdə hətta daha yaxşı nəticələrə nail olacağıq. Bu vaxta dək biz 57 sənəd imzalamışıq və bunun üstünə bugün imzalanmış onlarla digər sənədi də əlavə edə bilərik. Həmin sənədlər sosial həyatın bütün sahələrində münasibətlərimizin yaxşılaşdırılması üçün möhkəm zəmin rolunu oynamalıdır. Elə istərdik bir sıra yenə göstəricilərə nəzər yetirək. Monitor üzərindən Serbiya Azərbaycanın hansı sahələrinə investisiya yatıra bilər? Şükür bəy, sizdən soruşmaq istəyirdik. Yeri gəlmişkən, Serbiyanın elə ötən ilki göstəricilərə nəzər yetirsək, Azərbaycanın 10 milyon dollar dəyərində qeyri-neft sahəsində sərmayə yatırıb. Bu baxımdan qarşılıqlı əməkdaşlıq iqtisadi potensialı siz necə düşünürsünüz? Sırbistan Osmanlı İmparatorluğunun tərkibində 400 il qalmış bir ülke. Yani bizden sayabileceğimiz ülkelerden bir tanesi. Yani bizim medeniyetimize yakınlığıyla, sıcakkanlı insanlarıyla
ve şu andaki hem Azerbaycan hem Türkiye açısından böyle stratejik ortaklık seviyesinde ilişkilerimiz olan bir ülke. Şimdi Sırbistan'a baktığımız zaman otomotiv, makine, madencilik, tarım ve hizmet sektörü ekonomilerinde öne çıkıyor. Azerbaycan açısından da bugün Azerbaycan doğal gaz ihraç ediyor Sırbistan'a. Şimdi her şeyden önce bu devlet başkanlarının birbirini böyle kardeş gibi, yani kendi ülkesinde gelmiş gibi hakikaten de öyle rahat hissedebileceğimiz ülkeler. Balkanların hepsi öyle. Yıllardır beraber aynı terkipte, Osmanlı terkibinde kardeşçe, dostça yaşamış insanlar, sıcakkanlı insanlar. Ve bu ilişkiler inşallah hem ilerisinde ekonomik meselelerde de bu kendini daha rahat bir şekilde gösterecek. Yani devlet arasında yapılan bu anlaşmalar ileriki dönemlerde bu ekonomik sahaların biraz daha genişlemesine, özellikle bu komünikasyon hatları üzerinden, ondan sonra enerji ve diğer sahalar üzerinden gelişip devam edecek. Yani biz ikincisi de maşallah hürmetli prezidentin hızına yetişmek mümkün değil. Yani biz bir rayona gidip geliyoruz, 2 gün özümüze gelemiyoruz. Hani bu kadar hızlı hareketler, bu dostluk ilişkileri böyle oluyor. Yani bu yerinde adımlayaraktan değil de, yerinde sayaraktan değil de bu her harekette bir bereket vardır. Hürmetli prezident de bu sahada Respublika gününde Sırbistan'a gitmesi bu çok daha işin ehemmiyetini artırıyor. Ve onlarca 57 ve daha üzeri anlaşmalar imzalamış. Yani hayatın her sahasını kapsayan anlaşmalar imzalanmış ve bu anlaşmalar neticesinde gelecekte de özellikle tarım sektöründe karşılıklı tecrübelerin aktarılması konusunda önemli yatırımlar olabilir. Enerji sahasında karşılıklı tecrübelerin paylaşımı söz konusu olabilir. Hizmet sektörü Avrupa yakınlığı yönüyle belki tecrübe açısından Sırbistan'dan belki istifade edilecek noktalar söz konusu. Bugün baktığımız zaman 89 milyar dolar gayri safi, yani umum dahili mahsuluyla ekonomisi gelişmekte olan bir ekonomiye sahip bir ülke. Arazi olarak da Azerbaycan'a yakın, hemen aşağı yukarı Azerbaycan büyüklüğünde bir ülke. Ve Balkanların ortasında turizme açık. Azerbaycan zannedersem vize uygulamıyor. Sırbistan, Türkiye'den de, Türk vatandaşlarına da vize uygulamıyor. Her sahada açık ve gelişmeye müsait ilişkilerimiz söz konusu. Bu ilişkilerin her geçen gün daha da sıcak bir şekilde devam edeceğini biz düşünüyoruz. Özellikle bir şeyi vurguladı, stratejik ortaklık meselesi var. Yani bu dostluk ilişkilerinin taşlanması adına stratejik ortaklık çok önemli. Yani diyelim uluslararası ilişkilerde bir Azerbaycan'ın mevkileriyle Sırbistan devlet olarak mevkiler tam olarak arkayanlıkla desteklenebiliyor. Mesela bugün itibariyle baktığımız zaman arazi olarak belki Azerbaycan'la mesafe olarak çok uzak olmasa da çok yakın da değil. Yani orta uzaklıkta olsa bile ama biz orada kendi ülkemiz gibi insanlar, turist gibi değil de, değil mi? Şimdi Türk vatandaşları Azerbaycan'a geldiği zaman sanki şehir değiştirmiş gibi oluyor. Biz de Sırbistan'a, yani Sırbistan olmasın diğer Balkan ülkelerine gittiğimiz zaman Osmanlı'nın oradaki eserlerini görüyoruz. Oradaki camileri görüyoruz. Yani İstanbul'un bir parçası gibi orada gezip rahat bir şekilde biz bir istirahat etmiş oluyoruz. Sırbistan'ın bir de mesela Tesla dediğimiz zaman çok liderler yetiştirmiş bir ülke. Yani belli tanınmış birçok isimler Sırbistan'dan yetişmiş ve çok zeki insanları olan bir ülke. Bu yönüyle de bizim tabii Türkiye olarak, Azerbaycan olarak Sırbistan'la olan ilişkilerimiz her sahada inkişaf edecektir. Bu tarım, özellikle tarım sahasında tecrübe paylaşımı inşallah ilerisinde bu kendini bürüze verecektir. Şimdi Azerbaycan arazi olarak tarıma müsait bir arazi. Yani her tarafında
ekin, biçin yapılan bir ülke, tarım ülkesi. Petrol ve doğalgaz zaten bizim ihraç ürünlerimiz. Ama Azerbaycan'ın tarım sahasında alacağı mesafeler çok fazla. Da işin başındayız. Bu çok gelişmeye müsait bir saha. Bunun daha ilerisinde daha mesela Hollanda'yı göz önüne getirdiğimiz zaman Avrupa'da arazi olarak fazla şey olmasa modern tarımda çok ileri ve bütün Avrupa'nın gelişmiş ülkelerinden biri ve tarımla gelişmiş ülkelerden biri. Bu yönüyle de Sırbistan ve Azerbaycan arasında bu tecrübe paylaşımı olabilir. Tarım konusunda bu bazı ürünlerin ihracatı, bazı ürünlerin ortak üretimi veya oradaki teknolojinin buraya aktarılması, buradaki bazı tecrübelerin oraya aktarılması konusunda da ilerisinde bu tecrübe paylaşımı olacaktır. Bir de elektrik stansiyalarının kurulmasıyla alakalı Azerbaycan'da kifayet kadar tecrübe var. Bu tecrübelerin paylaşılması, karşılıklı investisiya yatırımların ve birge müesseselerinin kurulmasıyla ilgili bazı başlıklar görüşülmüş ve bununla ilgili de bu dostluk ilişkilerinin ticari sahalarda ortaklıklarla taşlandırılması çok önemli bir meselelerden bir tanesi. Dediğim gibi yani bizim uluslararası ilişkilerde de taraftaş olarak Sırbistan yanımızda. Ekonomik sahalarda da bizim tecrübe paylaşımlarımız her geçen gün artacak. Turizm sektörü mesela Azerbaycan'da bu Karabağ'daki yatırımlar tamamlandıktan sonra Karabağ'ın önemli turistik merkezlerinden biri olacağını, yani Avrupa'dan turist çekme açısından daha elverişli mühitler söz konusu olacak. Bu konularda da tecrübe bölüşümü Sırbistan'la yapılabilir. Çox sağ olun Şükür bəy. Azərbaycan, biraz əvvəl siz də qeyd elədiniz. Elə dünən biz mətbuat konfransına keçirilən görüşlərə diqqət yetirsək, Vučić İlham Əliyevi təcrübəli dövlət xadimi, milli lider adlandırdı, ondan çox şey öyrəndiyimi dedi. Dostluq münasibətləri, şəxsi münasibətləri ölkələr arasında iqtisadi və digər sizin də qeyd etdiyiniz sahələr arasında bu inkişaf etdirilməsi necə təsir göstərə bilər? Yox, şübhəsiz ki, olduqca xoş təsir göstərən bir hallardır bu məsələlər. Təbii ki, cənab Vučićin çıxışında o yer alan ifadələr də, bu da çox ciddi mesajlardır. Özə mesajlar tək iki ölkə münasibətlərinə dəlalət edəcək tərzdə yox, bir qədər də geniş kontekstdə elə Avropanın mesajları rəsmi Brüsselə ünvanlanacaq bir mesajlardır. İndi Avropa İttifaqının üzvü olmasa da Serbiya namizəd ölkələrdən biridir və kifayət qədər də çox inteqrasiya bağları ilə əlaqəli olan bir ölkə kimi hesab olunur Avropa İttifaqı ilə və nəticə etibarilə onun şansı daha çoxdur, nəinki digər dövlətlərin Avropa İttifaqının üzvü olması bu baxımdan. Bu nöqteyi nəzərdən bizim üçün Serbiya kimi bir dövlətlə, özü böyük potensialı olan bir dövlətlə, indi Şükür bəy burada kənd təsərrüfatı, aqrar sahə barədə də çox vacib fikirlər söylədi. Nəticə etibarilə bəli, çox böyük potensial var. Amma bu potensial bugün realizə olunurmu? Yox, hələm olunmur. Məhz bu səbəbdən də iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurası deyilən bir təsisat fəaliyyət göstərir və dünən Strateji Tərəfdaşlıq Şurasının birinci iclası keçirilib. Yəni 2023-cü ildən üzü bəri o qurulan strateji tərəfdaşlıq əlaqələrinin ona qədər olan əlaqələri təbii ki, mən kölgədə qoymuram, amma söhbət strateji tərəfdaşlıq səviyyəsindən gedir. Onun da faktiki olaraq fəaliyyətini şərtləndirən strateji tərəfdaşlıq şurası var. Bunun birinci iclası keçirilir və burada da çox vacib qərarlar verilir. Həmin o dediyiniz perspektivlər faktiki olaraq strateji tərəfdaşlıq şurasının işi zamanı müəyyən olunur. Amma baxın, mən nə üçün deyirəm bu potensial çox böyükdür. Bir qədər əvvəl Şükür bəy qeyd elədi, işğaldan azad olmuş ərazilərə Serbiyadan gələn turistlərlə bağlı. Axı məsələ bundadır ki, Azərbaycanın digər tarixi yerləri də belə hələm Serbiya turistləri tərəfindən kəşf olunmayıbdır. Yəni bizim turizm olduqca vacib bir sahədir. İki dövlət arasında həmin o dediyimiz bir çox istiqamətlər üzrə bağları daha da sıx edəcək çox vacib elementlərdən biri hesab olunur turizm mübadiləsi və ya turistik əlaqələr. Miqrasiya mübadiləsi, bu da olduqca vacib. Çünki miqrasiya mübadiləsi tək insanların gediş-gəlişi deyil, bu mədəniyyətlərin mübadiləsidir, bu dəyərlərin mübadiləsidir. Baxın, bir qədər əvvəl də burada səslənən vacib fikir nədən ibarətdir? Kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsinin keçirilməsi
olduqca vacibdir. Azərbaycan hökumətini bilirsiniz də, başlıca hədəflərindən biri hansısa ölkənin məhsullarını ölkəyə ixrac etmək, idxal etmək yox, o texnologiyaları buraya gətirməkdir. Misal üçün, Çinlə bağlı olan məsələlərdə konkret olaraq bu açıq-aşkar Azərbaycan hökuməti tərəfindən dilə gətirilir ki, biz maraqlıyıq o texnologiyaları, nəinki Çin məhsullarını getmək, o Çin məhsullarını buraxa biləcək texnologiyaları bura getmək lazımdır. Serbiyanın bəli, kənd təsərrüfatı sahəsində çox böyük texnologiya, hərb sahəsində kifayət qədər böyük texnologiyalar var və irəli gedən. Yəni, o texnologiyaları gətirməklə hərbi sənaye potensialımızı biz artırmış oluruq. Biz öz texnologiyalarımızı, necə ki, elektrik stansiyaların, deyək, faktiki olaraq Serbiyada inşasını Azərbaycan əgər imza atırsa, bu da Azərbaycan texnologiyalarının ora ixrac olunması deməkdir, təcrübənin ixrac olunması deməkdir. Baxın, bu tipli bağlar nə qədər çox olarsa, o danışdığımız digər sahələrdə, harada ki biz boşluqlar görürük. Misal üçün, turizmi mən burada boşluq kimi görürəm. Çünki mən uzun müddət miqrasiya məsələlərinə məşğul olan şəxs kimi bunu deyirəm sizə. Miqrasiya mübadiləsi ölkələri sırasına baxsaq, Serbiyadan olan turistlər heç birinci onluğa daxil deyil. Yəni, bu deməkdir ki, potensialımız böyükdür. Biz bunu inkişaf etdirməliyik. Bu məsələnin bir tərəfi. Azərbaycandan Belqrad istiqamətində gedən turistlərlə mən söhbət etmişəm. Bizim vətəndaşlarla. Bəli, onlar şükür və siz haqlısınız. Onlar çox maraqlı bir fikir söyləyir. Biz sanki Belqradda və digər şəhərlərdə olanda elə bilirik Türkiyəyə gəlmişik. Türkiyə mətbəxi, camiyələr, Türkiyə icmaları, türk dilində danışan insanlar, bu təbii ki, xoş təəssürat bağışlayan məsələlərdir. Amma eyni zamanda biz bunu dərinləşdirməyə bacarmalıyıq. Nəyə görə bugün Azərbaycan turistləri üçün bugün Belqrad bir qədər, demirəm qapalıdır, qapalı deyil. Sadəcə olaraq bizim turistlər tərəfindən kəşf olunmayacaq səviyyədə olan bir ölkənin paytaxtıdır. Və bu səbəbdən də mən düşünürəm ki, baxın, turizm şirkətləri qarşısında çox ciddi bir öhdəliklər müəyyən olunur. Onlar bu prosesi bir qədər intensivləşdirməlidir. Yeri gəlmişkən, mənim yadıma düşür 10, 15 il, 20 il bundan qabaq, pandemiyadan qabaq daha doğrusu, bax bu pandemiyadan sonra mən görməmişəm, rast gəlməmişəm, bəlkə siz görübsünüz. Amma pandemiyadan qabaq çox saylı turizm sərgiləri keçirilirdi Azərbaycanda. Müxtəlif ölkələr, misal üçün yadıma düşür Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirliyi, müxtəlif istiqamətlərdən olan turizm şirkətləri gəlirdi bu sərgidə iştirak eləyirdi. Əminəm ki, Serbiyadan da ola bilsin həmin turizm şirkətləri olub, amma bu pandemiyadan qabaq çox-çox əvvəl olubdu. Ondan sonra bu tipli sərgilərin keçirilməsi, bu yeni münasibətlərin dərinləşməsinə şərait yarada biləcək. Mən bir elementi deyirəm, amma digər elementlər üzrə də görün nə qədər işlərimiz var. Baxın, mədəniyyət sahəsində, mədəniyyət mübadiləsi, mədəni dəyərlərin təbliği, həm Serbiya mədəni dəyərlərin Azərbaycanda, eyni zamanda Azərbaycan mədəni dəyərlərinin Serbiyada təbliği ilə bağlı çox böyük işlər həyata keçirmək olar. Burada kino festivallar və digər məsələlər. İdman sahəsində, münasibətlərimiz idman sahəsində ayrı-ayrı idman növlərində var. Mən onu görürəm, idmançılar var. Amma o da yenə son zamanlar yeri gəlmişkən biraz azaldı. Misal üçün, Azərbaycanda komanda oyunlarında Serbiyadan olan biz idmançıları görürdük futbolda və digər. Amma çox az sayda. Deməli, burada da potensialımız var. Onu da bir qədər də inkişaf etdirə bilərik. İndi legioner olsa da belə, hər bir gətirilən legioner də bu bacarığın, bu təcrübənin gətirilməsi deməkdir. Yəni, bunun üzərində də müəyyən işlərin həyata keçirməsi maraqlı ola bilər. Amma istənilən halda, baxın, kifayət qədər geniş spektrli bir fəaliyyət istiqamətlərini biz görürük. Fəaliyyət istiqamətləri bugün deklarativ deyil. Sənədlərdə artıq atılmış, imzalanmış bir fəaliyyət vəzifələri var. Mən düşünürüm ki, hər bir istiqamət üzrə konkret olaraq işçi qrupların fəaliyyət göstərməsi və bütövlükdə strateji tərəfdaşlıq şurasının fəaliyyətini tamamlayacaq işçi həmən qruplar faktiki olaraq iki dövlət arasında münasibətlərin daha da dərinləşməsi üçün o, necə deyərlər ona, çox maraqlı bir ifadə var. O inkişaf xəritəsini mi deyək, yoxsa buna bir inkişaf strategiyasını mı deyək, onu müəyyənləşdirmiş olacaq ki, bu da nəticə etibarilə həmin iki ölkə arasında ticarət, iqtisadi, hərbi sənaye və digər sahələrdə də əməkdaşlığı daha da dərinləşdirər. Çox sağ olun, Nazir müəllim. Yeri gəlmişən elə Serbiya prezidentinin dünən mətbuat açıqlamasında turizm sahəsində xüsusilə toxundu və öz xalqına müraciət elədi. Azərbaycanın Bakını yaxşı bir təqdimatı ilə də
çıxış etdi ki, buyurun gedin, hər dəfə mən Azərbaycana, Bakıya gedən yeni bir dəyişikliklər, yeni bir inkişaf görürüm. Yəqin ki, qeyd elədiniz ki, turizm sahəsində bu inkişafı Şəhər salma görəcək. forumu gəlir qarşıdan may ayının 17-sindən 22-sinə. Əminəm ki, Serbiyada çox yüksək səviyyədə həmin o şəhər salma forumunda iştirak edəcək. Sadəcə olaraq biraz qabağa getmək istəmirəm. Artıq bir sıra dövlət başçıları şəhər salma forumunda iştirakını təsdiqləyiblər. Bu artıq ondan xəbər verir ki, real olaraq şəhər salma forumu bu da beynəlxalq əhəmiyyətli bir vacib bir tədbirdir. Bu tədbirdə də eyni zamanda Azərbaycan şəhər salma ənənəsinin göstərilməsi və eyni zamanda beynəlxalq müstəvidə, o cümlədən də Serbiyanın özündə şəhər salma ənənəsinin öyrənilməsi baxımından da olduqca vacibdir. Və bu da tamamilə yeni bir spektrdir. Baxın, bizim müzakirə elədiyimiz məsələlərdə urban mübadilə və ya urban təcrübəsi mübadiləsi məsələsi hələm keçməmişdir ki, indi bunu dilə gətiririk. Düşünürəm ki, bax, bunun üzərində də çox böyük işlər həyata keçirmək mümkündür. Xüsusilə də nəzər alsa ki, tək Bakı yox, işğaldan azad olmuş ərazilərdə şəhər salmada ağıllı şəhər, ağıllı kənd, ağıllı qəsəbə konsepsiyaları çox uğurlu şəkildə icra olunmaqdadır. Nəqliyyat arteriyaları o qədər bir-birinə sinerji şəkildə inteqrasiya olunur ki, işğaldan azad olmuş ərazilərdə multimodal nəqliyyat daşımaları belə biz artıq orada görmüş oluruq. Zəngəzur dəhlizinin açılması ilə isə ümumiyyətlə bu tamamlanacaq bir puzzle olacaqdır. Həmin o multimodal nəqliyyat daşımalar spektrində. Və bu baxımdan da təbii ki, elə Serbiya üçün də maraqlı olar o təcrübənin öyrənilməsi. Çox sağ olun Azər müəllim. O nəqliyyat kommunikasiyalar bir maraqlı sahə oldu. Balkanlarla bu kommunikasiyaların açılması sizə əlavə bununla bağlı sualımız olacaq. Cənab Prezident xüsusi bir məqama toxundu. Təkcə bu ölkəyə ənənəvi enerji, qaz ixracı deyil, eyni zamanda elektrik enerjisidir və bu ölkədə Azərbaycanın nəql etdiyi, ixrac etdiyi qaz hesabına digər enerji vasitələrinin istehsalı da mümkün olacaq. Ümumiyyətlə, qısa və orta müddətdə ölkələrimizə hansı imkanları, dividendlər verəcək? Bir daha Prezidentimizin çıxışına nəzər yetirək. Qısa bir hissəyə, sonra suallarımız olacaq. Energetika sahəsində bizim əlaqələrimiz indi çox şaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracatına başlamışıq və bugün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektriyin əldə olunmasına da nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bugün Azərbaycanın energetika sahəsində ixrac potensialı hal-hazırda 2 gigavata bərabərdir. Bu rəqəm artacaq, çünki biz indi bir çox bərpa olunan stansiyaların tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 gigavat enerji gücünü əldə edəcək və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha geniş həcmli transmisiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır. Fuad müəllim, dövlət başçısını bu indi təqdim etdiyimiz çıxışdan qısa bir məqama diqqət yetirir. Buraya istərdim xüsusilə nəzər yetirək. Azərbaycan Serbiyanın mavi yanacaq olan tələbatını əsasən ödəyə bilir və bu ixrac artacaq. Və bir məqama da dövlət başçısı toxundu ki, biz Serbiyada mavi yanacaq hesabına elektrik enerjisi də istehsal edə bilərik və qarşılıqlı investisiyalar hal-hazırda müzakirə olunur. Və əsas hədəfimiz Avropadır. Belə demək olarmı, Azərbaycan Serbiya üzərindən potensial imkanlarını istifadə edər, yeni istehsal imkanları fonunda Avropanın elektrik enerjisinə də olan tələbatını ödəyə biləcək. Siz necə düşünürsünüz? Demək, Rasim ilk növbədə bu incəliyə xüsusi diqqət yetirək, çünki bu tamaşaçılara da izahlı olsun. Ümumiyyətlə, mavi qaz vasitəsilə istehsal olunan elektrik enerjisi bu günlərin ənənəvi yolla istehsal olunan elektrik enerjisi arasında ətraf mühitin mühafizəsi nöqteyi nəzərində ən yüksək bir bənd kimi qəbul olunur. Yəni, təmiz. Bəli. Yəni, bundan sonra artıq o, belə deyək də, alternativ enerji mənbələrinin üstünlüyü baş verir.
Yəni bu nöqteyi nəzərdən bu günlərim və bu sahədə kifayət qədər bizim təcrübəmiz var. Biz artıq bilirsiniz ki, müəyyən dövrdə əsasən də işğaldan azad olunmuş torpaqlarımızda həm bu alternativ enerji mənbələrindən, o cümlədən də bu tipli, bu qəbildən olan elektrik enerjisinin istehsalında kifayət qədər təcrübəmiz var və bu günlərim də o təcrübədir ki, Cənab Prezident də eyni zamanda investor kimi Azərbaycanı Serbiyada görə biləcəyini təsdiq elədi və eyni zamanda da qarşı tərəfində, Serbiya tərəfində bu məsələlərdə kifayət qədər marağın olmasının qeyd etdilər. Ancaq bununla yanaşı nəzərə almaq lazım ki, Serbiya bu gün geostrateji mövqeyidə məhz Mərkəzi Avropanın belə deyək bir qapısıdır və Azər müəllim çox gözəl məqama toxundu. Balkanların da kifayət qədər nüfuzlu dövlətlərindən biridir və çox yaxın keçmişdə də mürəkkəb bir tarixçə keçdi. Bilirsiniz ki, 90-cı illərdə Serbiya çox çətin bir dövr yaşadı, müharibə dövrü, hətta NATO-ya qarşı müharibədə bir iştirakçı da oldu və təsəvvür edin ki, belə bir qısa dövrdə siyasi iradə vasitəsilə artıq NATO-yu üzv olma istiqamətində bir gəlib siyasət irəli sürə biliblər və bu baxımdan iqtisadi cəhətdən şahələnərək eyni zamanda bu günlərim həm Azərbaycan üçün, eyni zamanda bizim üçün çox strateji bir nöqtədir Serbiya. Nəzərə almaq lazım ki, yenə təkrar edirəm ki, məhz bu həddən sonra bizim Mərkəzi Avropaya, əsasən də Mərkəzi Avropa biz dedikdə nəzərə almalıyıq ki, maliyyə nöqteyi nəzərdən ödəniş qabiliyyəti yüksək səviyyədə olmuş bir coğrafi məkana daxil olmaqdır. Bu günlərim enerji ixracatında belə məkanların mərhələli şəkildə əhatə etməyimiz və maraqlarımızı orada dayanaqlı şəkildə qoruya biləcəyimiz, qazana biləcəyimiz mühit bizim üçün çox vacibdir. Fatma müəllim, çox sağ olun. Şükür bəy, siz ölkələr arasında iqtisadi əməkdaşlıq deyəndə daha çox aqrar, kənd təsərrüfatı sahəsində bu imkanların olduğunu xüsusilə vurğuladınız. Elə Serbiya prezidenti xüsusilə Azərbaycanın aqrar sahədə imkanlarından danışdı. Zirə pomidorunun adını da çəkdi. Hətta onun həm keyfiyyətli, həm də qiymətinin aşağı olduğunu da dedi və biraz əvvəl Fuad müəllim də xüsusilə vurğuladı ki, o rəsmlərə iradını bildirdi ki, niyə biz bu bazardan istifadə edə bilmirik. Qarşılıqlı bu sahədə hansı əməkdaşlıq imkanları var? Detallı və ətraflı danışaq. Şimdi bizim Azerbaycan dediğim gibi tarım ülkesi yani aslında yani doğalgaz, petrol bunlar bizim zaten ekonominin şah damarını besleyen unsurlar ama bizim rayonlar itibariyle baktığımız zaman özellikle Bakü'de geleneksel olarak bu pomidor keyfiyetiyle ondan sonra standartlarıyla her zaman çok yüksek seviyede. Ama Avropa pazarına çıkmaq Avrupa pazarı aslında Avrupa pazarına kaliteli mallarla çıkmak lazım. Şimdi mesela sadece şey değil yani pomidor değil. Bu şey var mesela patron mu diyorlar o salatalık var mesela. Bunlar çok yani Azerbaycan mutfağı çok zengin. Özellikle et, kebap çeşitleriyle. Ama bunun yanında da bu salatalık, domates kalitesiyle tabii dünyada özellikle turistler çok beğeniyorlar. Ama bunu tabii yurt dışında tanıtılması çok önemli. Bizim şeyde Hollanda'da biliyorsunuz bu lale güller var. Zamanında Osmanlı 1699'dan sonra bu lale devri yaşanıyor orada sarayların bahçelerinde laleler falan. O zaman o soğanları götürüyorlar orada yetiştiriyorlar. Şimdi bütün dünyaya lale soğanı satıyor Hollanda. Çok büyük miktarda ve ülkenin genel gelir kaynakları olarak da tarımdan besleniyor. Ve bizim aslında dediğim gibi yani Azerbaycan'ın tanıtımı konusunda yani Azerbaycan'da istisal edilen tarım ürünlerinin tanıtılması konusunda kalitesi yönüyle çok ilerisinde bunu özellikle Rusya pazarında mesela hatta yetiştiricilere önceden parası ödeniyor. Bu zire pomidorunun parası önceden bron ediliyor ki yani bunu yetiştirince başka yere vermeyin. Biz alalım bir de fiyat olarak da çok
sıkıntı çıkarmıyorlar. İstenilen Şükür bəy, aqrar məhsulların ixracından siz danışırsınız. Azərbaycan üçün xarici bazar hal-hazırda demək olar ki, Rusiyadır. Amma bu da həm də bir təhlükəlidir bir bazara yalnız Tabii. məhsullar ixrac eləmək. Sizcə Serbiyaya çıxış imkanları olarsa bu həm də biz Avropaya tabii Avrupa'ya satışımıza necə təsir yani adım göstərəcək? adım. Tabii önce Sırbistan. Şimdi Sırbistan ne yönüyle önemli? Bir de Avrupa'dan çok ucuz olduğu için mesela turistler mesela Belgrad'da kira fiyatları Avrupa'dan çok ucuz. Yani turistik imkanlar orada daha ucuz olduğundan dolayı. Hatta şöyle diyelim o Belgrad oralar hep ormanlık, meşelik ve çok tabiat yönüyle de çok güzel. Havası çok güzel. Yani gelen turistler de oradaki ürünleri birbaşa tanıtmış olacak Avrupa'ya. Yani burada esas önemli olan daha önce bu tartışılmıştı. Arap ülkelerine ihraç konusunda Azerbaycan'daki ürünlerin yani alternatif pazarların oluşturulması açısından. Ama bugün en değerli pazar Avrupa pazarı. Yani oradaki ürünleri, kaliteli ürünlere orada daha iyi para veriyorlar. Avrupa pazarına bir şekilde çıkmak lazım. Burada mesela Türkiye'nin tecrübesi var. Türkiye her tarafa satıyor mesela. Antalya bölgesi bütün dünyayı doyuruyor. Ama Azerbaycan'da ben yine diyorum bu agrar sektörün daha gelişme merhalesi yeni başladı. Bununla ilgili çok ciddi çalışmaların yapılması gerekiyor. Yani kaliteli ürünlerin dünya pazarında tanıtılması ve ihracatıyla ilgili çok ciddi tecrübeler ve mesafe almak lazım. Özellikle mesela tohumculuk konusunda dışarıya bağımlı mesela diyelim zire pomidorunun tohumu Azerbaycan'da zannedersem istisal edilmiyor. Tohum sektörüne özellikle önem vermek lazım. Sırbistan'da böyle bir tecrübe varsa o tecrübelerden istifade etmek lazım. Şimdi Türkiye yeni başladı. Yeni başlamadı da yani bir tohumculuk konusunda bizim yerli tohumların geliştirilmesi lazım. Yani tarihi bizim iklime uygun olan, ondan sonra bizim gen yapımıza uygun olan ürünler. Bir de GDO'lu ürünler çok yani revaçta dünyada. Birçok hastalığında aslında kaynağını oluşturuyor bu GDO'lu ürünler. Genetiği değiştirilmiş ürünler diyelim daha doğrusu. Bununla ilgili olarak da ben Azerbaycan pazarını yani Azerbaycan'daki pazarın Avrupa'daki mesela orada bazı ürünler orada fiyat olarak kalite olarak Azerbaycan'a uygun olanları oradan getirip yani tecrübe aparmak lazım. Yani mübadele aparmak lazım. Oradan buraya uygun olan malların buraya satışını, buradan uygun olan oraya satışını teşkil etme adına bir de mesela ben sadece kent tasarrufatı ile ilgili değil. Mesela turizmle ilgili. Şimdi Araplar geliyorlar. Dışarıdan gelen turistler Azerbaycan mutfağını çok beğeniyorlar. Yani de Bakü tabii çok güzel bir şehir. Bakü dünyanın parlayan yıldızı. Buradaki işte mimarlık abideleri, şehircilik anlayışı. Bu zamanla yani ben şöyle diyeyim, şimdi Karabağ'da yeni bir oluşum var. Yeni bir yapılaşma var. Bu yapılaşma tabii ister istemez belli bir tecrübenin eseri olarak da devam ediyor. Bugün mesela şimdi şekilde bakıyoruz, bizim o mimari yapı, Bakü'nün eski yapıları bunlar çok muhteşem. Yani yollarıyla, ışıklandırmasıyla Bakü'ye gelen insanlar bu güzelliğin yanında bizim o kent tasarrufatı mahsullarının o tadına gidince anlatıyorlar. Yani ben çok şahit oluyorum buna. Bir de geçen seneler ben bir havalanda biriyle tanışmıştım. Azerbaycanlı bir iş adamıyla tanıştım. Yine bu tarım ürünleriyle ilgili ticaret yapıyordu. Mesela var yani bu tam yok değil ama da bunu geliştirmek lazım. Ürünlerin dışarıda tanıtılması yani turizmle beraber kent tasarrufatını paralel olarak geliştirmek lazım. Yani oradan gelecek olan turistler Azerbaycan mutfağını bir şekilde tanıyacaklar ve ben birçok ülkede özellikle Azerbaycan'ın domatesi ve o patron salatalıkları yani beğenilerek talep ediliyor. Yani bu çok önemli bir şey. Ama dediğim gibi bu tohumculuk sektörünü geliştirmek lazım. Yani bir yerli tohumların inkişafıyla alakalı. Bu zire domatesi çok özüne mahsus bir tadı, kokusu, lezzeti olan bir şey. Yani bu sadece domates salatalıkla sınırlı değil. Yani Azerbaycan ikliminde yetiştirilmeyecek bir ürün yok. Hatta ben diyebilirim bu uzak doğuda yetişen tropik ürünlerin yetiştirilmesiyle ilgili devletin bir teşvik hazırlaması lazım. Bununla ilgili çalışmaları teşvik etmek lazım.
Mesela zeytinle ilgili, zeytin Azerbaycan'da birçok sahalarda şimdi teşvik de var. Zeytin sahaları ekilmeye başladı. Bu gelecekte hem zeytinyağı sağlıklı, insanların sağlıklı olması açısından hem de ihraç potansiyeli açısından zeytin sektörü geliştiği gibi diğer sahaların da tespit edilip mesela İspanya'dan buraya hala zeytinyağı geliyorsa bu Azerbaycan'daki bu boş arazilerin demek ki değerlendirilmediği manasına geliyor ve bunun teşviği biraz da artırıp daha hızlı bir şekilde, çünkü zaman alıyor. Yani bu sektörlerin gelişmesi bir insanın ömrüne mal oluyor. Yani bir ağacın büyümesi bir zaman alıyor. Ve kısa vadede yetiştirilecek olan ürünlerin de kalitesini artırma adına laboratuvarların geliştirilmesi lazım. Tohumculuk sektörünün geliştirilmesi lazım. Bununla ilgili Avrupa'da çok ciddi tecrübeler var. Şimdi Sırbistan'ın da Avrupa'ya yakınlığı itibariyle oradaki entegrasyon bizden daha belki gelişmiş olabilir. Onların tecrübesi öğrenilebilir. Ve bu iktisadi sahalarda, ticari sahalardaki bu yakınlaşmalar aynı zamanda inşallah ilerisinde bu dostluk ilişkilerinin gelişmesine de katkı sağlayacak. Turizm sektöründe gelişmesine katkı sağlayacak. Bunları böyle değerlendirebiliriz. Minnətdarıq sizə. Bakı ilə Belqrad arasında iqtisadiyyatdan başqa digər hansı sektorlarda qarşılıqlı maraq doğuran sahələr var? İstərdik Aleksandr Vučićin çıxışından qısa bir məqama diqqət edək. Biz hərbi texniki əməkdaşlığı müzakirə etdik. Əməkdaşlıq yaxşı gedir. Xarici İşlər Nazirlərimiz səviyyəsində məsləhətləşmələr aparılır. Razılaşmalar və daimi dəstək göz qabağındadır. Hətta ən çətin məsələlərdə Serbiya Azərbaycanın tərəfində olub və onlar da bizə dəstək veriblər. Gələcəkdə bu belə olacaq. Biz çox ağır məsələləri həll etmişik. Biz Prezident Əliyevin sözlərinə tam inanırıq. Düşünürəm ki, o həmçinin bizim ölkəyə eyni hisslərlə səmimi yanaşır. Biz bu münasibəti olduğu kimi davam etdirəcəyik. Azərbaycan burada sualımız aydındır. Hərbi sahədə hansı potensiallar var? Rasim müəllim, təbii ki, mən hərbçi deyiləm. Amma gördüyüm, bildiyim və bəzi məsələlər var. Sadəcə olaraq ona işarə edəcək məqamları vurğulamaq istəyirəm. Məsələ bundadır ki, bəli, Serbiya ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq var və kifayət qədərdir və bizim hərbi dairələrdən verən məlumatlardan da bəlli olur ki, xüsusilə də mina atan və digər növ silah növlərinin Azərbaycana, Serbiyadan ixracı var və nəticə etibarilə bu iki tərəfli bağlanmış sazişlər əsasında həyata keçirilməkdədir. Amma eyni zamanda bizim Azərbaycanın da hərbi sənayesi inkişaf eləməkdədir və elə silah növləri var ki, misal üçün atıcı silah növləri, hansı ki Serbiya üçün də çox maraqlı ola bilər və nəzərə alsaq ki, burada bir neçə istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün potensial var. Bu həm silah ixracı məsələlərdə qarşılıqlı şəkildə, həm idxal, həm ixrac, həm Azərbaycan, həm Serbiya nöqteyi nəzərdən deyirəm. Həm də ki, ola bilər ki, gələcəkdə birgə hansısa sənaye müəssisələrinin, yəni hərbi məhsulları buraxacaq sənaye müəssisələrinin açılması da özünü göstərə bilər bu münasibətlər. Amma bu perspektivdə olan məsələdir. Ola bilər bu hələlik imzalanmış sənədlər arasında bu barədə biz hansısa bir məqama rast gəlmirik. Amma perspektivdə, yəni mən təxmin edirəm ki, bu əlaqələri necə inkişaf etdirmək olar və bir də önəmli olan məsələ, indi düzdür, bu son zamanlar bir neçə dövlətin hərbi struktur bölmələrinin birgə təlimləri və digər məsələlər barədə çox danışılır. Bu daha çox müttəfiq dövlətlərin hərbi birləşmələri arasında baş verməkdədir. Amma ən azından hərbi sahədə təcrübənin öyrənilməsi baxımından və yeri gəlmişkən onu da deyək ki, Serbiya həmin o mərkəzi Avropa ölkələri arasında çox güclü orduya malik olan dövlətlərdən biridir. Bu baxımdan o potensialının öyrənilməsi nöqteyi nəzərindən eyni zamanda da bugün sir deyil artıq heç kəsə ki, 44 günün vətən müharibəsində Azərbaycanın hərbi birləşmələrinin həyata keçirdiyi döyüş əməliyyatlarının taktikası bugün NATO və digər dövlətlərin və digər NATO-ya üzv olmayan dövlətlərin belə hərbi dairələrində və təhsil müəssisələrində öyrənilməkdədir. Yəni Azərbaycanın da bu baxımdan öyrədə biləcək, ən azından o təcrübəni bölüşə biləcək imkanlar kifayət qədər çoxdur. Və siz gördünüzsə, burada həm silah ticarəti,
həm sənaye nöqteyi məsələlərin açılması, həm biliyin mübadiləsi və digər məsələlər, bunlar hamısı artıq ondan xəbər verir ki, spektr kifayət qədər genişdir. Sadəcə olaraq dediyimiz kimi, o spektrin həmin o istiqamətlər üzrə bu gün mümkün əldə olunan nəticələr var. Nəticələr üzərində, yəni bu bir fundamentdir. Daha böyük hədəfləri müəyyənləşdirmək olar və yeri gəlmişkən mən burada çox vacib bir nüansa toxunmaq istəyirəm. Təcrübənin öyrənilməsi məsələsi, xüsusilə də texnologiyaların gətirilməsi. Baxın, kənd təsərrüfat məhsullarından, indi bu sualında birbaşa olmasın deyə, bir qədər əvvəl Şükür bəyin danışdığından irəli gələrək deyirəm. Elə texnologiyalar var ki, onların gətirilməsi bizim yerli məhsulların istehsalının keyfiyyətinə mənfi zərər göstərə bilər. Bugün Azərbaycan bazarında çox sayılı İspaniya və İtaliyada istehsal olunmuş zeytun yağları var. O zeytun yağlarına siz diqqət yetirsəz, orada Pamache olive oil yazılır ya da olive Pamache oil. O çiğidindən hazırlanmış texnologiyalarda o insan orqanizması üçün zərəri olan bir şey. Amma bizim öz məhsullarımız, zeytun hansı ki Abşeron yarımadasında yetişdirilir, o sırf zeytunun özündən hazırlanan zeytun yağlarıdır. Yəni bu texnologiyalar, dünyada bu inkişaf edilmiş texnologiya, nə dərəcədə bu insan orqanizmasına fayda verə biləcək? Bax, bu məsələdə də o texnologiyaları öyrənən zaman bir qədər də ehtiyatlı olmaq lazımdır. İstənilən halda bu tək hər kənd təsərrüfatı məhsullarına da aid olan məsələ deyil. Misal üçün, yeri gəlmişkən kənd təsərrüfatı məhsulları dedim, yadıma başqa bir məsələ düşdü. İndi bugün Azərbaycanın müxtəlif satış nöqtələrində biz müxtəlif növ pomidor məhsullarına rast gələ bilərik. Birinin adını da maço qoyublar. Yəni bu faktiki olaraq bu bizim yerli bir toxumdan yetişdirilmiş bir pomidor növüdür. İndi bunu başqa bir adla satışa çıxarırlar. Amma onun toxumunun gələcəkdə ixrac olunması məsələsi, həm də bu təbii ki, bizim o sahə ilə məşğul olan bölməli strukturlarımızın potensialını da bir qədər inkişaf etdirə bilər. Ümumiyyətlə, kifayət qədər çox şaxəli, burada əməkdaşlıq, mən türklər demişkən, alanını görürəm. Onu sadəcə olaraq inkişaf etdirmək lazımdır və ardıcıl şəkildə. Serbiya ilə olan münasibətlərimi göstərir ki, 2012-ci ildən üzü bəri əgər qarşılıqlı ticarət 16 dəfə artıbsa, bu deməkdir ki, digər istiqamətlərdə də bu templə artımın əldə olunması üçün çox böyük potensial var. Çox sağ olun. Siz elə iqtisadi artımdan danışdınız. Fuad müəllim, elə biz ən yuxarı ticari dövrü 2024-cü ildə qeydə alınıb. 190 milyon üzərindədir. Azər müəllim də qeyd elədiyi kimi 16 dəfə Azərbaycan ixracında bu artım var. Bunu Serbiya prezidenti də xüsusilə vurğuladı. İxrac 180 milyon üzərindədir. İdxal isə təxminən 10 milyon. Bax, bütün bunları ümumiləşdirsək, sizcə hansı potensial var bundan sonra və yaxud da bu dövriyyəni artırmaq üçün hansı imkanlardan istifadə eləmək lazımdır? Demək, burada indi biz o rəqəmlərə toxunduq, 180 milyon, 10 milyon. Siz bilirsiniz də bu məsələlərdən mən daha çox belə konservativ yanaşmalara üstünlük verirəm, iqtisadçı kimi. Nəyə görə? Bax, mənim üzr istəyirəm, burada axı ticari saldodan danışmamaq olmur. Yox, mütləq danışılmalıdır və hər iki ölkə rəhbərliyi buna da xüsusi olaraq fokuslanmışdır və hər ikisi də çıxışında bu məqamlara toxundu. Ticarət dövriyyəsi artması istiqamətində hərəkətlər olmalıdır. Biz öz yerli istehsalımızla mütləq şəkildə Serbiya bazarında olmalıyıq. Bu bir mənalıdır. Eyni zamanda da Serb məhsullarının daha əlverişli qiymətlə, amma eyni zamanda da Azər müəllim çox bir məqama diqqət yetirdim. Yəni bilirsiniz, bu məsələdə biz eyni zamanda öz daxili bazarımızı da qorumalıyıq. Hər hansısa bir yenilik ola bilsin, amma gələcəkdə nəsə bir ziyan gətirə biləcək bir məqamlardan qorumalıyıq. Yəni bu nöqteyi nəzərdən sağlam ticarətin artması potensiallarımız kifayət qədərdir. Ancaq biz bir şeyi də nəzərə almalıyıq ki, Rasim müəllim, bu günlərin bu orta dəhliz anlamında gedən proseslər, bu günlərin məhz elə o cümlədən Serbiya kimi Balkanda nüfuzlu bir dövlətlərin ərazisindən şahiləmə istiqamətlər potensialı daha genişdir. Yəni biz bax bunu rəhbər tutaraq öz ticarət dövriyyəmizi bu belə deyək də prosesin böyründə hərəkətə gətirməyimiz daha əlverişli ola bilər. Çünki bilirsiniz, nəzərə almaq lazımdır ki, bu günlərin biz orta dəhliz deyəndə
eyni zamanda cənubdan, eyni zamanda şimaldan dəhlizlərin əlverişsiz olmasını, yəni orta dəhlizə nisbətdə əlverişsiz vəziyyətdə olması imkanlarını çox geniş və belə deyək də, şahələmiş şəkildə dəyərləndirməliyik. Bax, bu bazanın üzərində inandırım sizi ki, bu ticarət dövriyyəsinin şahələnməsi prosesi daha rahat gedəcəkdir. Yəni, bu prosesin üzərindən biz məhsullarımızı dayanıqlı şəkildə Serbiya bazarına gətirib çıxara bilərik. Bu prosesin üzərində biz Serbiya bazarına istiqamətlənmiş yeri gələndə məhsul istehsal edə bilərik. Bax, bu proseslər üzərindən biz kənd təsərrüfatı məhsullarımızın artıq daha yüksək istiqamətdə emal olunmuş səviyyədə ixracı istiqamətində düşünməliyik və düşünürəm ki, buna görə də kifayət qədər potensialımız var və hər iki prezident də buna xüsusi olaraq öz siyasi, belə deyək, göstərişlərini vermiş oldular. Fuad müəllim, elə biraz əvvəl qeyd elədiyimiz rəqəmlərə biz diqqət yetirsək, yenə deyirik 2024-cü ilin göstəriciləri ümumi dövriyyə elə 190 milyon üzərindədir. Şükür bəy, siz istərdim bu rəqəmlərlə danışasınız. Bayaq əvvəl sizin qeyd etdiyiniz rəqəm göstəriciləri nəzər yetirirsək, hansı ixrac əməliyyatlarında hansı məhsullar üstünlük təşkil edir. Biz bu dövriyyəni necə artıra bilərik? Amma bir məsələ də maraqlıdır ki, 2024-cü ildə 2023-cü illərə nisbətən ixracda Fuad müəllim 366 dəfə kifayət qədər böyük bir artım. Əsasən bu ihraç zaten doğal gaz satışı üzərindən gerçekleşiyor. Ama Fuat Bey'in de ifade ettiği gibi bu Zengezur koridoru devreye girdiği zaman tam kapasiteyle bunlar çok artacak. Yani Avrupa'ya olan ihracat artacak her sahada. Yani Azerbaycan'da yetişen her məhsulun Avrupa'ya, Sırbistan'a ve diğer Balkan ülkelerine bu rakamlar çok değişecek yani böyle. Zaten altyapısı hazır. Yani bunun karşılıklı devletler arası anlaşmalar yapılmış durumda. İlerisinde noksan kalan şeyler varsa tamamlanır. Ve bu tabii enerji sahasında dediğim gibi yani zaten o elektrik istansiyaların kurulmasıyla ilgili belli anlaşmalar yapıldı. Bu doğalgazla ilgili olan kısmını çıktıktan sonra yine en önemlisi turizm ve kent tasarrufatı sahasındaki inkişaflar söz konusu olabilir. Bununla ilgili de dediğim gibi mesela orada yetişen ürünlerin buraya çünkü bu ticari bağlantıların kurulması özellikle demir yollarının ondan sonra bu Zengezur koridoru tam faaliyete geçtikten sonra hem mesafe olarak hem de biliyorsunuz Çin'den olan taşımalar hemen hemen 2 defa azalacak. Yani 36 günden 18 güne düşecek. Aynı zamanda Avrupa 14 güne kadar yani 2 haftaya Çin'den geliyorsa buradan Avrupa'ya gidişlerde 2-3 güne maksimum. O Avrupa'ya kadar 14 günse o zaman demek ki çok kısa zamanda buradaki mahsullerin Avrupa'ya ve diğer pazarlara geçişi sağlanacak. Bununla ilgili de bu rakamlar çok tabii geride kalacak. Yani bu rakamlar böyle formalite rakamlar gibi görebiliriz. Mən bir şey əlavə eləmək istəyirəm. Sizin sualınızla bağlı nə üçün artım 366 dəfədir? Yəni 2024-cü ildə. Çünki 2023-cü ildə strateji tərəfdaşlıq haqqında sənəd imzalanır. 2023-də. O sənəd imzalanandan sonra artıq bütün məsələlərə start verilir. Nəticə etibarilə artım xüsusilə də qaz ixracı məsələlərində məhz 2024-cü ildə biz onu hiss olunacaq dərəcədə görmüş oluruq. Bu önəmli bir məsələdir. Və yeri gəlmişkən nəqliyyat dəhlizləri barədə danışdıq. Məsələ bundadır ki, bugün faktiki olaraq Balkanlara şərqdən, yəni Çindən daşınacaq məhsulların həcminin artırılmasında Çinin də konkret olaraq hədəfləri var. Amma bu nə zaman? Ya Bakı-Tiflis-Qars, yəni bildiyiniz kimi, yəni 5 milyon il ərzində 5 milyondan yuxarı yüklərin daşınması, yəni 5 milyon ton həcmdə olan yüklərin daşınması artıq nəticə etibarilə bildirilir. Yaxın illərdə 10 milyona qədər artırılması nəzərdə. Bu eyni zamanda Zəngəzur dəhlizi açılandan sonra müəyyən bir yükləri məhz Türkiyə üzərindən Balkanlar istiqamətində artırmaqla Balkanların Çin məhsullarına qısa bir müddətdə əlçatanlığı təmin olunmuş olacaqdır ki, bu da olduqca vacib. Həm iqtisadi cəhətdən sərfəlidir, çünki orada tranzit ödəniş haqları və digər məsələlər var, həm də vaxt baxımından. Və biz bu nəticə etibarilə nə görürük? Görürük ki, Balkanlar, əgər indi bizdə idxalla ixrac arasında çox ciddi fərq var sizin verdiyiniz rəqəmlərdə, biz bunları
bunları gördük. Gələcəkdə Balkanlarda, tək Serbiyada yox, Balkanlarda ümumiyyətlə istehsal olunan kənd təsərrüfat məhsulları, sənaye, yeni məhsulların Azərbaycan bazarına gətirilməsi üçün yeni bir imkanlar açılmış olur. Həmin o nəqliyyat dəhlizləri üzərindən. Amma yeri gəlmişkən bir məsələ də var. Kənd təsərrüfat məhsullarının əsas bazarı Azərbaycan ixracçılar üçün məhz Rusiyadır. Nə üçün Rusiyadır? Çünki oturuşmuş bir sistem var. Yəni yüklərin daşınması, məhsulların çatdırılması, bölüşdürülməsi, orada bazalara, depolara verilməsi, depolar üzərindən yayılma hazır bir bazar infrastrukturu var. Əgər Balkanlarda, tək Serbiyada yox, Balkanlarda bütövlükdə bax bu infrastruktur yaradılarsa, niyə ki Azərbaycan məhsulları o istiqamətdə ixrac olunması özdə Balkanların özündə Serbiyada qiymətlər Avropanın digər ölkələrlə müqayisədə ucuz olsa da belə yeni məhsullarını deyirəm. Amma Azərbaycanla müqayisədə bahadır. Təbii ki, bu nöqteyi nəzərdən onlar üçün çox sərfəlidir. Amma yenə də biz öz ixrac işinə məşğul olan strukturlarımızın, bizim kənd təsərrüfatı sahəsinin struktur bölmələrinin və bütövlükdə bu maraqlar hamısı nəzərə alınmalıdır. Çünki nəticə etibarilə dediyim kimi bu bazar dərindən öyrənilməli, strateji xətlər məhz bunun üzərindən qurularaq çox uğurlu şəkildə həyata keçirilə bilər. Yeni modifikasiya olunmuş məhsulların Azərbaycan bazarına da daxil olması da bu da çox həyəcan təbili çalınan məsələdir. Çünki indi bu sahə ilə məşğul olan strukturlar mən bilirəm ki, vaxtaşırı öz hesabatlarını da dərc eləyirlər. Amma yenə də burada qeyd etdiyimiz kimi keyfiyyətli və sağlam məhsulların çatdırılması bu da həm də bizim istehlakçıların maraqlarına və onların hüquqlarının təmin olunması nöqteyi nəzərindən olduqca vacibdir. Azər müəllim, siz və digər qonaqlarımız, iqtisadçılarımız elə nəqliyyat kommunikasiyalardan danışdı. Biraz əvvəl qeyd elədim, sizə bu ətrafda sual vermək istəyərdim. Biz Azərbaycan Prezidenti Münxendə panel iclasda çıxışını xatırlasaq, Azərbaycanın əsas marağı nədən ibarətdir? Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, orada Naxçıvanın da adını çəkdi, yəni Zəngəzur dəhlizi, Trip layihəsi, Türkiyə və Avropa. Bu baxımdan Xəzər hövzəsi, Azərbaycan, eyni zamanda Balkanlarda hansı nəqliyyat kommunikasiya imkanları var? Real olaraq mən bir qədər əvvəl qeyd elədim, Türkiyə üzərindən deməli məhsulların daşınması məsələsi. Bugün Bakı-Tiflis-Qars dəmir yolu var. Çox uğurlu şəkildə də həyata keçirilməkdədir. Amma dediyim kimi ildən ilə həcmlər artmaqdadır. Hətta yaxın 10 il ərzində Çindən üzü Avropaya doğru daşınan yüklərin sayı təqribən 70-80 milyon ton ildə olması nəzərdə tutulur. Kifayət qədər çox iddialı və olduqca böyük bir həcmdən söhbət gedir. Tək bir istiqamət üzrə, deyək, Gürcüstan üzərinə gedən yük daşımalar bəlkə də bunun üzərindən o qədər də öhdəsindən gələ bilmək iqtidarında deyil. Ona görə də yeri gəlmişkən Gürcüstan hökuməti artıq düşünür ki, o infrastrukturu daha da modernləşdirmiş etsin ki, nəticə etibarilə yəni bu həcmlərin üzərinə gələ bilsin. Amma Zəngəzur dəhlizi, yəni Trip marşrutu, bu orta dəhliz proqramının, yəni bir kəmər, bir yol, hansı ki Çin uzun müddətli bunun üzərində də iş gedir. Bu məhz orta dəhliz olaraq, yəni əsas segment məhz Azərbaycandan keçir. Çünki şimal nəqliyyat dəhlizi də bilirik, Rusiya-Ukrayna müharibəsi səbəbindən yeri gəlmişkən elə Balkanlara da yol məhz o səbəbdən də bağlanıbdır. Cənub nəqliyyat dəhlizi də Balkanlar üçün çox uzaqdır, o müzakirə məsələsi deyil. Yeganə alternativ olaraq orta dəhliz qalır. Orta dəhlizin də bir-birini tamamlayan, yəni söhbət alternativlərdən getmir. Şaxələndirilmiş nəqliyyat imkanlarından, potensiallarından gedir ki, Trip marşrutu da, yəni Zəngəzur dəhlizi, Naxçıvan, Türkiyə üzərindən Balkanlara çıxışın təmin olunması, bax bu Balkanlar üçün də, tək Serbiya üçün yox, bütövlükdə Balkanlar üçün çox sərfəli bir layihədir. O baxımdan ki, biz burada tək yüklərin daşınması yox, eyni zamanda digər kommunikasiya məhsullarının da eyni zamanda məsəl üçün bildiyiniz kimi optik fiber xəttlərin çəkilməsi və digər məsələlər, yaşıl enerjinin ötürülməsi nəzərə alsaq ki, indi biz qaz ixrac potensialının artırılmasından danışırıqsa, bu da olduqca vacibdir bugün Serbiya üçün və Serbiya üzərindən digər interkonnektorlar vasitəsilə digər Avropa ölkələrini artırmaqla coğrafiyanı böyütmüş olur və söhbət tək nəqliyyat dəhlizindən yox, nəqliyyat və digər kommunikasiyaların bir vəhdət şəklində, xüsusilə də Zəngəzur dəhlizi üzərindən gələcəkdə inşasından danışırıqsa, biz görürük ki, burada da çox kifayət qədər şaxələnmiş bir fəaliyyət spektri var. Çox sağ olun.
Fuad müəllim, biz müasir iqtisadiyyatdan, iqtisadi əməkdaşlıqdan danışırıqsa, xüsusilə vurğulamaq lazım süni intellekt və data mərkəzlərinin yaradılması. Bu baxımdan da Azərbaycan-Serbiya arasında danışıqlarda xüsusi müzakirə mövzusu oldu. Potensial nə qədərdir, necə görürsünüz? İlk növbədə onu qeyd edək ki, biz özümüz daxildə belə siyasətimiz axırı kifayət qədər formalaşmış bir proqram üzərindən gedir. Bilirsiniz ki, cənab prezidentin də keçən həftə iştirakı ilə bu məsələ ilə bağlı artıq bir müəyyən olunmuş xəritə də qəbul olundu və xüsusi tapşırıqlar da verildi. Yəni, bir günlərim belə qəbul etməliyik ki, müasir dövr bunsuz idarə olunmur. Müasir dövrdə mütləq şəkildə bu qəbildən olan varlıqlar bizim həyatımızda iştirak etməlidir. Və bu proseslərin də əksəriyyəti hamısı gəlir enerji varlığının üzərində formalaşır. Bu nöqteyi nəzərdən də ki, cənab prezident də bunu xüsusi qeyd elədi. İstər qərb istiqamətində, istər şərq istiqamətində. Biz bu istiqamətdə əsasən də Xəzəraltı, misal üçün bu kabelləşmə prosesindən və yaxud bizim enerji imkanlarımızın Avropaya nəqlindən, yəni bu istiqamətlər hamısı əlbəttə ki, dediyimiz süni intellekt və digər o data təhlükəsizliyi nöqteyi nəzərdən proqramların həyata keçirilməsi varlıqlarının aktuallığına dəlalət edir. Yəni bu baxımdan da hesab edirəm ki, hər iki prezident də xüsusi vurğuladı. Bu istiqamətdə düşünürəm ki, kifayət qədər geniş əməkdaşlıq imkanları yaranacaqdır. Çox sağ olun. Azərbaycan bütün bu proseslərin hamısı ümumiləşdirsək, dünən keçirilən görüşlər, verilən qərarlar, strateji əməkdaşlıq haqqında danışıqlar və 57 üstəgəl onun üzərində də sənədlər imzalandı. Biraz əvvəl ticarət dövriyyəsini qeyd elədi. 2023-cü ildə xüsusilə vurğuladınız ki, bu görüşlərdən sonra daha da dövriyyatdır. Tərəfdaşlıq sazişinin Bəli, imzalanmasını. bundan sonra gözləntiləriniz nədir yekun olaraq? Yox, şübhəsiz ki, bütün istiqamətlər üzrə çox ciddi artımın nəzərdə tutulacağına mən əminəm, tutulduğuna artıq əminəm. Nə üçün? Çünki faktiki olaraq hər iki ölkə başçısı o çıxışlarını edərkən onlar bizim üçün o yol xəritələrini göstərmiş oldular. Yol xəritələrinin özünün sənəd şəklində hazırlanması Strateji Tərəfdaşlıq Şurasının alt qrupları və işçi qruplar vasitəsilə həyata keçiriləcək. Və biz nəticə etibarı nəyə görəcək ki, ixrac-idxal potensiallarının artırılması, birgə müəssisələrin inşa olunması, tək elektrik stansiyalarının inşası yox, digər sahələrdə də birgə deməli istehsal sahələrinin yaradılması, kənd təsərrüfatının inkişaf etdirilməsi, turizm sektoru ilə də bağlı çox böyük gözləntilər var və bu sadaladığım istiqamətlər üzrə əldə olunacaq nəticələr faktiki olaraq qeyd etdiyimiz kimi Azərbaycanın Avropaya inteqrasiyasına və Serbiyanın da Cənubi Qafqaz bölgəsində çox yaxından inteqrasiya olunmasına çox böyük zəmin yaratmış olar ki, nəqliyyat dəhlizləri də bunu tamamlayacaq çox vacib elementdir. Azərbaycan, çox sağ olun. Siz sağ olun. Qəbul etdiyiniz üçün, dəyərli iqtisadçılar, sizə də minnətdarıq. Bəli, hörmətli tamaşaçılar, Azərbaycan, Serbiya bütün sahələrdə əməkdaşlıqdan və əməkdaşlıq imkanlarından, potensialdan danışdıq. Biz ayrılan vaxt burada yekunlaşdı. Sağ olun, sağlıqla qalın.